Açarı qapadıqda ampermetr və voltmetrin göstərişi necə dəyişər? Baxaq, birinci açar açıq vəziyyətdədir. Deməli, bura müsbət, bura mənfi. Deməli, buradan cəryan çıxır. Gəlir. Açar açıq vəziyyətdə olduqda, bax, bu 2 dənə ardıcıl qoşulan R müqavimətindən keçir. Onda birinci, yəni açıq vəziyyətdə olanda mənim ümumi müqavimətim nəyə bərabər olur? R üstə gələk R, yəni ardıcıl qoşulduğuna görə olacaq 2R. Qapalı vəziyyətdə olduqda isə, yəni indi açarı qapayaq. Açarı qapadıqda isə buradan cəryan gələcək, boşun aqilin üzərindən və R müqavimətindən keçib təkrar daxil olacaq. Onda müqavimət nəyə bərabər olacaq? R-ə. Onda mənim müqavimətim nə oldu? 2 dəfə azaldı. Biz də bilirik ki, I nəyə bərabərdir? U. Baxın, dövrənin gərginliyi U0-dır. U0 bölünsün R-ə. R ümumiyə. Baxın, mənim ümumi müqavimətim nə oldu? 2 dəfə azaldı. Onda cəryan şiddətim nə olacaq? 2 dəfə artacaq. Düzdürmü? Deməli, cəryan şiddəti 2 dəfə artar. İndi baxaq. Bu voltmetr bizdən soruşur da, bu voltmetrin göstərişi. Bax, bu voltmetrdə bu R müqavimətli nəyi? Rezistoru ölçür. Onda U da nəyə bərabərdir? I R-ə. Bu R-də heç bir dəyişiklik olmadı da, yəni R sabit qaldı. Və biz dedik ki, I cəryan şiddəti nə oldu? Artdı. Cəryan şiddəti artdığına görə onda mənim gərginliyim də artmış olacaq. Yəni, həm gərginliyim, həm də cəryan şiddətim 2 dəfə artar, cavab olar D variantı.